Xalqın gəlinləri bahar təmizliyini çoxdan bitirib, bu evin gəlini isə hələ bahar təmizliyinin astanasındadır. Part 2. Yazıq gəlinləri müqayisə edilmək ömrü boyu alınlarına yazılıb. Filankəsin gəlini yaxşı gəlindir, çünki çox iş görür. Bəhmənkəsin gəlini ondan da yaxşıdır, o daha çox iş görür. Bəlkə də indi belə danışıram, yaş gəldikcə onlar kimi olacağam. Çox ehtimal mənim yadımdan çıxanlar var. Onları da rəylərdə yazın, birgə qeybətləşək. 11 il öncə səhər nə geyinəcəm düşüncəsi ilə yatıb oyanırdım. İndi isə axşama nə bişirəcəm, günortaya nə bişirəcəm düşüncəsi ilə oyanıram. Həm yeməyimi bişirim, həm də bacının bacıya demədiyi iki sirri sizinlə bölüşəcəm. Birincisi, bu yeməyi necə sobada hazırlayarıq ki, pambıq kimi yumşaq olsun. İkincisi isə bu maşını necə qazana bilərsiniz. Əgər sobada toyuq ilə kartof bişirmək istəyirsinizsə, 15-20 dəqiqə qaynadın. İnanın mənə, həm pambıq kimi yumşaq olacaq, həm də qızaracaq. Araz marketlərdə dadlı seçim böyük uduş lotereyası keçirilir. Tələsin 31 mart tarixində artıq bu lotereya bitir. Avtomobili qazana bilərsiniz. Necə? Cəmi 5 manatlıq Secret Vikusa mayonezlərini Araz supermarketlərdən əldə edirsiniz. Araz mobil tətbiqindən və ya müştəri kartından istifadə etməklə aldığınız 5 manatlıq Secret Vikusa mayonezlərinə görə bir şans qazanacaqsınız. Sonda da yeməyimiz hazır oldu. Üzəri nar kimi qızarmış, içərisi isə pambıq kimi yumyumuşaq. Videonu yaddaşa verin. Mənə dəstək üçün videonu bəyənməyi unutmayın. Allah'a emanet olun.